Salam, axşamınız xeyirli olsun. Və bu gün də canlı yayımız efirinə davam edir. Hörmətli izləyicilər, həmişə olduğu kimi bu gün də Şimşək TV-nin ictimai siyasi verilişlər üzrə redaksiyamızın rəhbəri, siyasi şərhçimiz Dəmir Qurbanlıdır. Bəli. Və Dəmir müəllim, müdrik rəhbərimiz Heydər Əliyevin 10 may doğum günü ərəfəsində onun dünya dövlətlərinin və xalqlarının tarixində mövcud olmuş qurtuluş dahilərindən, siyasi liderlərindən fərqli və üstün cəhətləri barəsində fikirlərinizi eşitdik. Buyurun. Çox sağ olun. Müdrik rəhbərimiz müasir müstəqil Azərbaycan Respublikasının qurucusu və banisi, baş mimarı, dünya miqyaslı siyasi xadim, dünyanı idarə etmə qabiliyyətinə malik olan Heydər Əliyevin doğum günü ərəfəsində Şimşək TV-nin efirindən Heydər Əliyev Akademiyası vasitəsilə ayrı-ayrı dövrlər barəsində onun fəaliyyətinin, həyatının və bu gün də onun dünya miqyasında mövcud olmuş siyasi xadimlərdən, qurtuluş dahilərindən fərqli və üstün cəhətlər barəsində fikirlərimizi çatdırmamışdan öncə müdrik rəhbərimizin xatirəsini Azərbaycanımızın ərazi bütövlüyü və suverenliyi uğrunda ulu öndərimizin şah əsəri olan Azərbaycan Respublikasının ərazilərinin düşmən işğalından azad edərkən ən yüksək zirvəni, əbədi yaşarlıq zirvəsini, şəhidlik zirvəsini fəth etmiş qəhrəmankid oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edək. Xüsusi olaraq qeyd eləmək lazımdır ki, dünya xalqlarının və dövlətlərinin çox əsrlik tarixinə nəzər yetirdikdə görürük ki, həmin xalqların və dövlətlərin tarixində baş vermiş ictimai siyasi proseslər dövründə, yəni həmin xalqların müstəmləkə və yarım müstəmləkə boyunduruğunda olduğu illərdə və digər dövlətlərin tərkibində olduğu və eyni zamanda hakimiyyətdə olan qüvvələrin xalqa zidd siyasət həyata keçirdikləri illərdə həmin xalqların və dövlətlərin tarixində başlıca rol oynayan siyasi xadimlər, qurtuluş dahiləri, dövlət xadimləri olmuşlar. Məsələn, Amerika Birləşmiş Ştatlarının tarixində 18-ci əsrin 60-cı illərindən başlayaraq İngilis müstəmləkəçilərinə qarşı istiqlaliyyət mübarizəsi həyata keçirilərkən 1875-1883-cü illərdə Amerika xalqının İngilis müstəmləkələrinə qarşı, yəni Amerika xalqlarını İngilis müstəmləkəçiliyindən azad edərək müstəqilliyə qovuşturmaq üçün Milli Azadlıq Hərəkatına George Washington rəhbərlik etmişdir və 1787-ci ildə Amerika Birləşmiş Ştatlarının konstitusiyasını qəbul etdirmiş, 1789-cu ildə isə
Amerika Birleşmiş Ştatlarının ilk prezidenti seçilmiştir. Yani ki İngiliz müstəmləkəçilərinə qarşı milli azadlıq hərəkatına, istiqlaliyyət mübarizəsinə, müharibəsinə rəhbərliyi həyata keçirməklə Amerika xalqlarını müstəqilliyə qovuşturmaqla George Washington Amerika xalqlarının tarixinə qurtuluş dahisi olaraq daxil olmuşdur. Və Fransa xalqının tarixində, Fransa dövlətinin tarixində Charles de Gaulle Alman faşizminə qarşı mübarizədə öndə gedərək Fransız xalqını müstəqil dövlət olaraq qurub yaratmışdır və həmin dövlətin rəhbəri seçilmişdir. Və eyni zamanda sonra qeyd eləmək lazımdır ki, qardaş Türkiyə xalqının, Türkiyə Respublikasının tarixində Mustafa Kemal Atatürk Türkiyə Cumhuriyyətini yaratmaqla, qurmaqla Türkiyənin tarixinə qurtuluş dahisi olaraq daxil olmuşdur. Və digər xalqların, dövlətlərin tarixində siyasi xadimlər, İtaliyanın, ta ki Böyük Britaniyanın tarixində, digər Avro-Asiya məkanında, Çin Xalq Respublikasının tarixində böyük dövlət xadimləri mövcud olmuşdur. Və Azərbaycan xalqının tarixində isə Heydər Əliyev Azərbaycanın tarixinə qurtuluş dahisi olaraq daxil olmuşdur. Yəni ki, Azərbaycan xalqını müstəqilliyə qovuşturmaqla, müstəqilliyi itirmək təhlükəsindən xilas etməklə yeni bir Azərbaycan Respublikası yaradaraq dünyada formalaşmaqda olan, qurulmaqda olan, inkişaf etməkdə olan yeni bir ictimai siyasi sistemdə yeni bir Azərbaycan yaradaraq dünyaya təqdim etmiş Heydər Əliyev Azərbaycanın tarixinə, dünya Azərbaycanlıların tarixinə, Türk dünyasının tarixinə, tərəqqipərvər bəşəriyyətin tarixinə qurtuluş dahisi olaraq müasir Azərbaycan Respublikasının qurucusu və barisi olaraq daxil olmuşdur. Sizin sualınıza cavab olaraq bildirirəm ki, müdrik, uzaq görən siyasi xadim, dünya miqyaslı siyasətçi, dünyada mövcud olmuş dövlətlərin, xalqların tarixində xüsusi yer olan Heydər Əliyevin dünyada, dünya dövlətləri daxilində, dünya xalqların tarixində mövcud olmuş qurtuluş dahilərindən, siyasi xadimlərindən, dövlət rəhbərlərindən çox böyük, üstün və fərqli cəhətlər vardır. Ən əsas cəhətlərindən biri olaraq tərkibində olduğumuz müttəfiq Respublika adı altında tərkibində, yəni daxilində olduğumuz ittifaq dövlətində, Sovet Sosialist Respublikaları ittifaqında ən yüksək zirvəyə doğru getməsi, yüksəlməsi, dövlət rəhbərliyində olması, dövlətdə və eyni zamanda dünya miqyasında siyasi xadim olaraq böyük nüfuz qazanması, ilk onun əsas fərqli və üstün cəhətlərini özündə əks elətdirir. Heydər Əliyevin dünya tarixində mövcud olmuş qurtuluş dahilərindən fərqli cəhətlər. Məsələn, qeyd elədik ki, George Washington Amerika xalqlarının tarixinə qurtuluş dahisi olaraq daxil olmuşdur. Hansı yollarla? Milli azadlıq hərəkatına rəhbərlik etməklə, Amerika xalqlarını müstəqilliyə qovuşturmaqla, yəni inqilabi hərəkatı həyata keçirmək yolu ilə, müharibə yolu ilə, silahlı qüvvələrin gücündən istifadə etməklə. Ancaq
müasir müstəqil Azərbaycan Respublikasının qurucusu Banisi Heydər Əliyev çox böyük müddürüklük nümayiş etdirərək, çox böyük uzaqgörənlik nümayiş etdirərək totalitar komünist rejiminin, Sovet dövlətinin mövcudluğu şəraitində bu günümüzü və gələcəyimizi görülmüş kimi hələ 20-30 il qabağa siyasi sistemləri bir-biri ilə ziddiyyət təşkil edən, antagonist ziddiyyətlər təşkil edən yeni bir sistemin əsaslarını qurub yaratmağa başlamışdır. Yəni, Sovet İttifaqının mövcudluğu şəraitində 40-cı illərdən başlayaraq SSR-nin görən gözü olan, vuran əli olan, dövlət siyasətinin təhlili həyata keçirilən bir orqanda Dövlət Təhlükəsizliyi Komitəsində fəaliyyət göstərdiyi illərdən başlayaraq müasir dövrümüzün əsaslarını, kadr siyasətinin əsaslarını qurub yaratmışdır. Xalqımızın milli mənəvi dəyərlərinin, tariximizin, sonra vətənpərvərlik tariximizin, Azərbaycanın qəhrəmanlıq tarixinin qorunub və müasir dövrə çatdırılması istiqamətində bir sıra tədbirləri həyata keçirmişdir. Və həmin siyasətin davamı olaraq Sovet Azərbaycanına rəhbərliyə gətirilməsi istiqamətində hansı işləri görmüşdür? Yəni, müdrik rəhbərimiz çox böyük uzaq görən siyasi xadim olaraq Dövlət Təhlükəsizlik Komitəsində ermənilərin planlarına uyğun olaraq və qarşılarını qoyduqları məqsədə çatmaq üçün hansı tədbirlər həyata keçirmələrini çox adi şəkildə görür və hiss edirdi. Ona görə də qabaqlayıcı tədbirlər həyata keçirirdi. Məsələn, 1957-ci ildə 5000 nəfər və eyni zamanda Mikhailov adı altında bütün dünyada tanınan Mehdi Hüseynzadəni SSR Dövlət Təhlükəsizlik Komitəsində yırtıcı yuvası salmış, anti-Azərbaycan mövqeyində olan ermənipərəst siyasi xətt həyata keçirən şəxslərin gizli planları və qarşıya qoyduqları məqsədlərinə uyğun olaraq düşmənə satılmış, satqın kimi təqdim edilmişdir. Heydər Əliyev bunları çox böyük uzaqgörənliklə hiss edərək, görərək 5000 nəfər Azərbaycanlını həbsdən azad etmişdir, xilas etmişdir. Yəni, həbs olunmasının qarşısını almışdır. Yəni, onları qəhrəmanlıq nümayiş etdirmiş, düşmənə qarşı döyüşmüş, döyüşçülər kimi təqdim etmişdir. Nəinki ermənilər tərəfindən fərari kimi, satqın kimi təqdim edilmişdir. Bütün bunların qarşısını almış. Eyni zamanda düşmənə qarşı mübarizədə öndə getmiş, dünyada tanınmış və Alman faşizminin məhv edilməsində xüsusi xidmətləri olan Mehdi Hüseynzadənin Sovet İttifaqı qəhrəman adına layiq görülməsi istiqamətində apardığı işlərin müsbət nəticə verməsi və sonraki illərdə Heydər Əliyevin hakimiyyətə gəlməsi nöqteyi nəzərdən də onun uzaq görənliyi, müasir dövrlə səsləşən fəaliyyəti, Heydər Əliyevin digər dövlət xadimlərindən, fərqli cəhətlərindən biri də onun hakimiyyətə gəlməsi yox, hakimiyyətə gətirilməsidir. Yəni, tərkibində olduğumuz Sovet Sosialist Respublikalar İttifaqının rəhbərliyi tərəfindən namizədlik irəli sürülərək Azərbaycanın iqtisadiyyatının, əhali sosial durumunun çətin olduğu bir dövrdə SSR rəhbəri təkidlə onu Azərbaycan rəhbərliyinə gətirmişdir. Yəni, Heydər Əliyev heç vaxt qeyd eləmək lazımdır ki, hakimiyyət uğrunda mübarizə aparmamışdır.
heç bir azadlıq, milli azadlıq mübarizəsinə, hərəkatına, inqilablara, müharibələrə, silahlı qüvvələrin dəstəyi ilə rəhbərlik etməmişdir və bu yolla hakimiyyətə gəlməmişdir. Yəni, hər bir dövrdə, hakimiyyətə gəldiyi hər bir dövrdə Azərbaycanın iqtisadiyyatının, əhalinin sosial vəziyyətin ağır olduğu illərdə hakimiyyətə siyasi yollarla gəlmişdir. Yəni, hakimiyyətdə olan dövlət rəhbərlərinin onun dünya görüşünə, siyasətinə, dünyada tanınmasına, fəlsəfi baxışlarına, diplomatik gedişlərinə yüksək qiymət verilərək hakimiyyətə gətirilmişdir. Yəni 1969-cu il 14 iyul tarixində Heydər Əliyev ilk dəfə olaraq hakimiyyətə gətirilmişdir. Bəzən təbliğat vasitələrində deyil, hakimiyyətə gəlmişdir. Hakimiyyətə gəlmək iki cür olur. İnqilablar yolu ilə, mübarizə yolu ilə və digər seçkilər yolu ilə. Ancaq Heydər Əliyevi ilk dəfə hakimiyyətə dövlət rəhbərliyi, tərkibində olduğumuz dövlətin rəhbərliyi tərəfindən, yəni Sovet sosialist sisteminin, Komünist partiyasının hakimiyyətdə olduğu illərdə ilk dəfə olaraq hakimiyyətə gətirilmişdir. Və eyni zamanda hakimiyyətə gətirildiyi ilk illərdən başlayaraq aqrar respublika olan Azərbaycanı inkişaf etmiş iri sənaye respublikasına çevirmək üçün özünün biliyindən, bacarığından, siyasi gedişlərindən dünya siyasətini dərindən bilməsi, SSR-də gedən proseslərdən xəbərdar olmasından və rəhbərlikdə olan şəxslərin ona olan münasibətindən istifadə edərək Sovet dövlətinin 5 illik sosialist öhdəliklərini yerinə yetirmək adı altında müasir dövrümüzün iqtisadi sosial bazasını qurub yaratması. Bunun ən böyük fərqli və üstün cəhətləri. Yəni SSR-də həyata keçirilən böyük tikinti obyektlərinin, zavodların, fabriklərin, sarayların tikintisi Azərbaycana yönəldilmişdir. Yəni SSR-nin dövlət büdcəsindən Azərbaycanda geniş miqyasda istifadə olunurdu. Yəni Heydər Əliyev çox böyük siyasi ustalıqla müasir Azərbaycan Respublikasının iqtisadi sosial bazası, yəni müasir müstəqil Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının iqtisadi əsaslarını Sovet Komünist rejiminin mövcudluğu şəraitində 70-ci, 80-ci illərdə Azərbaycan rəhbərlik etdiyi illərdən qurub yaratmağa başlamışdır. Və bu illərdə Heydər Əliyev nəinki Bakı şəhərində, Respublikamızın hər bir regionunda, hər bir rayonunda, hər bir kəndində müasir Azərbaycanımızın iqtisadi müstəqilliyinin əsaslarını qurub yaratmışdır. Məsələn, o cümlədən Tovuz rayonunda müdrik uzaqgörən siyasi xadim Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk illərdə, 70-ci, 80-ci illərdə Tovuz rayonuna 3 dəfə səfər etmişdir. Məsələn, Sabirabad rayonuna 14 dəfə səfər etmişdir. Və digər rayonlarımızın hər birindən. Məsələn, mən Tovuz rayonundan çıxış elədiyimə görə qeyd eləmək istəyirəm ki, müdrik rəhbərimizin Tovuza hər bir gəlişi, hər bir səfəri çox böyük, yüksək ruh yüksəkliyi ilə qarşılanmışdır və bugün biz onun bəhrəsini görürük. Məsələn, saniyədə 5 kubmetr su vurma qabiliyyətinə malik olan Kür çayı üzərindən su nasal stansiyası, Kür üzərindən köprünün inşa edilməsi, salınması, sonra böyük dəmir yol vağzallarını, köprülərin, məktəblərin, 11 böyük 1176 nəfərlik məktəb binası, dəmir beton zavodlarının inşa edilməsi, sonra kondisioner zavodunun Azərbaycanda inşa edilməsi. Yəni bütün bunların hamısı
Heydər Əliyevin uzaqgörənliyinin məntiqi nəticəsidir. Və 98-ci ilin 4 oktyabr tarixində prezidentliyə namizəd olaraq Tovuza səfəri zamanı Tovuz seçkiləri qarşısında çıxış edərkən qeyd etdi ki, əziz Tovuzlular, Tovuzla mənim dostluğumun böyük tarixi var. Siz bilirsiniz ki, mən 70-ci, 80-ci illərdə, 80-ci ilin əvvəllərində Tovuza dəfələrlə gəlmişəm və Tovuz rayonunun inkişafı üçün çox böyük işlər görmüşəm. O illər mənim Azərbaycan rəhbərlik etdiyim illər Azərbaycan Respublikasının tərəqqisi üçün, eyni zamanda Tovuz rayonunun iqtisadi, mədəni inkişafı üçün gördüyüm işlər hesab edirəm ki, güman edirəm ki, siz o həmin günləri unutmamışsınız və yüksək qiymətləndirirsiniz. Yəni, Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərini qeyd etmişdir. Yəni, xalqımız da o xidmətləri yüksək dəyərləndirmişdir. Və müasir Azərbaycanın iqtisadi sosial bazasının əsaslarını qurması, yəni 30 il qabağa, 40 il qabağı görmək bunun müdrikliyinin, uzaqgörənliyinin məntiqi nəticəsində baş vermişdir. Sonra tərkibində olduğumuz dövlətin ali rəhbərliyində olması, siyasi büroda, siyasi büronun 19 nəfər namizədlərlə bir yerdə tərkibi var idi. Hələ Heydər Əliyev 76-cı ildən, 1976-cı ildən siyasi büro üzrə namizəd olmuşdur. Yəni SSR rəhbərliyini təmsil olmuşdur. Və həmin illərdə 30 ölkə səfər etmişdir. Sovet nümayəndə heyəti rəhbəri etmişdir. Və sonraki illərdə Azərbaycana rəhbərlik etdiyi 14 il ərzində ittifaq miqyasında, dünya miqyasında Heydər Əliyevin nüfuzu daha da yüksək səviyyədə artmışdır. Ona görə də 82-ci ilin dekabrında SSR rəhbərliyinə dəvət edilmiş, siyasi büronun üzvü seçilmiş və SSR hökumətinə rəhbərliyə başlamış. Yəni SSR Nazirlər Sovet sədrinin birinci müavini kimi fəaliyyətə başlamışdır. Sosial Siyasət Komissiyası sədri Orta Şərq ölkələri üzrə dövlət müşaviri vəzifəsinə təyin edilmişdir. Və həmin illərdə Heydər Əliyevin siyasi büroda olması, SSR rəhbərliyində olması və yüksək vəzifələr tutması, onun siyasi xadim olaraq yüksək səviyyədə inkişaf etməsində, formalaşmasında və dünyada tanınmasında, dünyaya təqdim edilməsində çox böyük əvəzsiz xidmətləri olmuşdur. Yəni, müdrik rəhbərimiz öz xatirələrində, öz çıxışlarında qeyd etmişdir ki, bəzi şəxslər deyir ki, Heydər Əliyev politbüro olmuşdur, siyasi büronuz olmuşdur. Bəli, mən o siyasi büronuz olmuşam və keçmiş imperiyanın vaxtında, Sovet imperiyasının dövründə heç belə bir zirvə yüksələn ikinci bir müsəlman Azərbaycanlı tarixə mövcud olmamışdır. Tariximizdə mövcud olmamışdır. Yəni, Azərbaycanı mən Kremlin yüksəklərinə qaldırmışdım. Doğrudan da belə idi. Yəni, Heydər Əliyev SSR rəhbərliyində olarkən SSR-nin rəhbərliyinə, rəhbəri vəzifəsinə birinci namizəd Heydər Əliyev olmuşdur. Yəni, Andropov özünün varisi olaraq Heydər Əliyevi həmin vəzifə irəli çəkmişdir. Siyasi büronun üzvü, bütün məsələlər siyasi büroda həll olunur. Dünya siyasəti, ölkələr arası münasibətlər, xalqlar arası münasibətlər, dini münasibətlər, hərbi məsələlər, xalqlar arası münaqişələr, dövlətlər arası münaqişələr, hərbi bloklar arasında olan münaqişələr, ziddiyyətlər və digər məsələlər hamısı siyasi büroda həll olunurdu və Heydər Əliyevin fikirləri orada müsbət qarşılanırdı. Və xüsusi olaraq qeyd eləmək lazımdır ki, yəni biz burada Heydər Əliyevin digər dövlətlərin, xalqların tarixinin mövcud olmuş qurtuluş sahələrindən fərqli cəhətlərini qeyd edirik. Yəni, siyasi büroda olarkən 1984-cü ildə Suriyada dövlət çevrilişə cəhd baş vermişdir. Yəni, siyasi büro qərar qəbul edərək Heydər Əliyevi Suriyaya ezam etmişdir. Siyasi büronun qərarına əsasən. Ki, yalnız siyasi büroda SSR rəhbərliyində o Suriyada dövlət çevrilişini qarşısı almağa layiq olan yeganə şəxs Heydər Əliyevdir. Və Heydər Əliyev bir sutka ərzində, bir gün ərzində Suriyada dövlət çevrilişini qarşısını almışdır. Və bu hadisədən sonra Heydər Əliyevin
dünya miqyasında mövqeyi daha da yüksek seviyede artmıştır, yükselmiştir. Yani siyasi büro Heydər Əliyevlə daha dərindən məsləhətləşmələr aparırdı. Dünya siyasətini, ölkədə baş verən prosesləri. Ancaq ona qarşı həyata keçirilən Qarbaçovun ermənipərəst siyasəti və s. onun vəzifədən uzaqlaşdırılmasına gətirib çıxarmışdır. Və ən əsas cəhətlərindən biri də onun həyatının ən çətin vaxtlarında siyasi təzyiqlər və mənəvi repressiyalarında öz xalqı ilə həmrəylik nümayiş etdirməsi. Yəni ki, 87-93-cü illərdə Moskvada Heydər Əliyev həyatının ən çətin dövrünü yaşamışdır. Siyasi təzyiqlər altında olmuşdur. Dövlət Təhlükəsizlik Komitəsi həmişə onu nəzarət altında saxlayırdı. Ona xalqla görüşmək, çıxışlar etmək, kütləvi informasiya vasitələrinə çıxmaq qadağan edilmişdi. Yəni kimsə onun yanına gələ bilməzdi, gedə bilməzdi və s. Ancaq buna baxmayaraq Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq 90-cı il 21 yanvar tarixində Azərbaycanda baş vermiş soyqırımı cinayəti ilə əlaqədar 20 yanvar qırğını ilə əlaqədar soyqırımı ilə əlaqədar, ondan sonra təcavüz ilə əlaqədar dünya miqyaslı soyqırımı siyasətinə əlaqədar Sovet dövlətinin Azərbaycana qarşı həyata keçirdiyi təcavüzlə əlaqədar dünya miqyasında SSR-nin siyasi rəhbərliyini Qarbaçovu kəskin tənqid etmişdir və Azərbaycan xalqı siyasətini dünyaya çatdırmışdır. Və sonraki dövrdə, həyatının Naxçıvan dövründə, Naxçıvan dövrdə də yenə də 18-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları qəbul etdirmişdir. Yeni bir dövlətin siyasi əsaslarını qurmuşdur. Yəni Heydər Əliyev 70-ci, 80-ci illərdə, 87-ci ilə qədərki dövrdə Azərbaycanın, müasir Azərbaycanın iqtisadi sosial bazasını qurmuşdur. Həyatını siyasi təzyiqlər və mənəvi repressiyalarında müasir Azərbaycanımızın xarici siyasətinin əsas istiqamətlərindən biri olan diaspora hərəkatının, lobbisi hərəkatının əsaslarını qrup yaratmış. Yəni kəskin çıxış etməklə. Və fəaliyyətin Naxçıvan dövründə isə yenə də siyasi təzyiqlər dövründə heç bir vəzifə daşımadığı halda müasir Azərbaycanımızın üç rəhli bayrağını Naxçıvan Muxtar Respublikasının Milli Məclisinin iclas salonuna gətirməklə, yüksək uzatmaqla Azərbaycanımızın siyasi əsaslarını, yəni Sovet dövlətinin mövcudluğu şəraitində Heydər Əliyev müasir Azərbaycanımızın iqtisadi siyasi əsaslarını qrup yaratmışdır. Və eyni zamanda tərkibində olduğumuz dövlətdə ən yüksək vəzifə tutmaqla yanaşı həmin dövlətin ən yüksək mükafatına layiq olmuşdur. Yəni 1979-cu ilin 24 avqust tarixində ona SSR Ali Soveti Sosialist Əməyə Qəhrəman adı vermişdir 79-cu ildə. 1983-cü il 7 may tarixində isə ikinci dəfə ona Sosialist Əməyə Qəhrəman adı verilmişdir və SSR Ali Sovetinin rəsət heyətinin qərarına əsasən, siyasi büronun qərarına əsasən onun vətənində Naxçıvanda Heydər Əliyevin büstü ucaldılmışdır. Yəni heç bir dövlət xadiminin, qurtuluş dahisinin, inqilabi hərəkata rəhbərlik etmiş şəxslərin büstləri, məsələn, onların mükafatlandırılması tərkibində olduqları dövlət tərəfindən həyata keçirilməmişdir. Heç bir dövlət xadimi, məsələn, George Washingtona İngiliz müstəmləkəçiləri heç bir mükafat verməmiş, heç bir vəzifə verməmişdir. Yalnız o Milli Azadlıq Hərəkatının rəhbərlik etməklə gəlib Amerika xalqlarının qurtuluş dahisinə çevrilmişdir. Ancaq Heydər Əliyev tərkibində olduğumuz dövlətin, yəni demək olar ki, yarım müstəmləkə 15 respublikanın hər biri SSR-in tərkibində idi. Və buna baxmayaraq müasir dövrün üçün çox böyük əmək kəsb edən Azərbaycan dilinin, Azərbaycançılıq məhkurəsinin əsaslarını qoymaq. Məsələn, 77-ci ildə SSR Konstitusiyası qəbul edilmişdir.
Sonra 78-ci ildə isə Azərbaycanın konstitusiyası qəbul edilmişdir. Orada Azərbaycan dili dövlət dili olaraq qəbul edilmiş. Baxmayaraq ki, Sovet rəhbərliyi buna monitör edirdi, ancaq Heydər Əliyev buna nail olmuşdur. Yəni ki, Heydər Əliyevin digər dövlətlərin və xalqların tarixində mövcud olmuş siyasi xadimlərdən, qurtuluş dahilərindən, inqilabi hərəkata rəhbərlik etmiş şəxslərdən çox böyük üstün və fərqli cəhətləri bir neçəsini qeyd elədik və Heydər Əliyev siyasi proqnozu, siyasi fikirləri tam şəkildə 10 ilə, 15 ilə, 20 ilə hesablanmış, 5 ilə hesablanmış fikirləri tamamilə öhdəsini tapmışdır. Və eyni zamanda müdrik rəhbərimizin digər dövlətlərin tarixində mövcud olmuş qurtuluş dahilərindən, siyasi xadimlərindən, fərqli cəhətlərindən biri də ondan ibarətdir ki, özünün siyasi varisi haqqında çox böyük fəlsəfi fikir səsləndirməsi, onu təqdimatını verməsi, onun haqqında yüksək fikirlər səsləndirməsi, onun gələcəyinə böyük ümidlər bəsləməsi. Məsələn, 2003-cü ilin 1 oktyabr tarixində səhhəti ilə əlaqədar olaraq seçkilərdə iştirak eləmədiyinə görə İlham Əliyevin seçkilərdə iştirak etməsini elan etmişdir və xalqın müraciətində qeyd etmişdir ki, mənim hələ tamamlanmamış çox talih yüklü məsələlərim, işlərim, planlarım vardır. Bu planları, bu işləri sizin dəstəyinizlə, köməyinizlə İlham Əliyev həll etmək qabiliyyətinə malikdir. İlham Əliyev praqmatik, düşüncəli, sonra yüksək təşəbbüskar qabiliyyətə malik olan bir siyasi xadimdir. Dünya siyasətini, dünya iqtisadiyyatını dərindən bilən şəxsiyyət olaraq tariximizə daxil olmuşdur, formalaşmışdır. Bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim talih yüklü məsələləri, işləri, planları İlham Əliyev həll edəcəkdir. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. Yəni, bu fəlsəfi fikir bugün tamamilə reallığa çevrilmişdir. Yəni, Cənab Prezidentin 20 illik fəaliyyətinin, 22 illik fəaliyyətinin məntiqi nəticəsi olaraq Azərbaycan Respublikası 200 illik tarixdə 2 əsri əhatə edən erməni işğalına, təcavüzünə, soyqırım siyasətinə, deportasiya siyasətinə, etnik təmizləmə siyasətinə, böyük Ermənistan yaratmaq siyasəti istiqamətində apardığı məqsəd yönlü məsələlərə 44 gün ərzində Azərbaycan xalqının dəstəyi ilə, həmrəyliyi ilə, ordumuzun gücü ilə, şəhidlərimizin canı bahasına, qazilərimizin qanı bahasına, yəni bütövlükdə iqtidar, xalq, ordu birliyinin məntiqi nəticəsi olaraq son qoymuşdur və bir günlük anti-terror tədbirlərinin nəticəsi olaraq, yəni 43 saat, 23 saat 43 dəqiqəlik vaxt ərzində Azərbaycan özünün suverenliyi tamamilə işğaldan azad edilmiş ərazilərdə tam şəkildə bərqərar etmiş, konstitusiya quruluşunu təmin etmişdir. Yəni, bu müdrik rəhbərimiz həmişə o çıxışlarında qeyd edirdik ki, biz torpaqlarımızı işğaldan azad edəcəyik, bizim qaçqınlarımız, köçkünlərimiz öz dədə-baba yurtları qayıdacaqlar, işğaldan azad edilmiş ərazilərdə çox böyük quruculuq, abadlıq işləri həyata keçiriləcəkdir. Yəni, bunlar tamamilə reallığa çevrilmişdir. Ancaq tutaq ki, dünyada mövcud olmuş siyasi xadimlər, Karl Marx'ın, Friedrich Engels'in, Leninin, düzdür, bunları müasir Azərbaycanın qurucusu, banisi Heydər Əliyevlə müqayisə etməyə olmaz, ehtiyac da yox. Ancaq fərqli və üstün cəhətlər, onların dedikləri hansı təsirini tapır və təsirini tapmır, Heydər Əliyev dedikləri hansılar təsirini tapır. Yəni, Karl Marx öz əsərlərində, Kapital əsərində yazır ki,
imperializm çürüməkdə və ölməkdə olan kapitalizm. Yəni kapitalizm o qədər inkişaf edəcəkdir, o çürüb məhv olub gedəcəkdir. Ancaq fakt göz qabağındakı imperializm kapitalist ölkələri daha çox böyük sürətlə inkişaf edirlər. Yəni dünya sosializm sistemi məhv düşər oldu. Yəni ancaq Marx öz əsərlərində deyir ki, dünyada kommunizm bərqərar olacaq. Yəni sosializmin ən yüksək mərhələsi. Dünyada deyir ki, sosializm o qədər inkişaf edəcəkdir ki, onu kommunizm əvəz edəcəkdir. Yəni hansı bir sosialist sistemi, dünya sosializm sistemi, Sovet dövləti başda olmaqla tamamilə iflasa uğradı. Yəni bunların yerində kapitalizm sisteminə əsaslanan dövlətlər yaradılmışdır. Yəni bu da Heydər Əliyevin müdrikliyinin, uzaqgörənliyinin digər ölkələrin tarixində mövcud olmuş xalqlardan üstün cəhətlərini bir daha təsdiq və sübut edir. Yəni biz bunların barəsində çox danışa bilərik. Bəli, buyurun. Bəli, növbəti sualımıza keçək. Fikrinizi tamamladınız da, ümid edirik. Bəli. Heydər Əliyev ilk dəfə hansı siyasi xətti həyata keçirməklə müasir dövlətimiz üçün böyük əhəmiyyət kəsb edən siyasi addımlarını atmağa başlamışdır. Siyasi fəallığının başlanğıc əsaslarının təməlini qoymuşdur. Buyurun. Bəli, müdrik rəhbərimiz çox gənc yaşlarından bu günümüzü görür və düşünmüş kimi həmişə öz xalqı ilə birgə olduğunu özünün fəaliyyəti ilə, müdrikliyi ilə, fəlsəfi baxışları ilə bir daha təsdiq edərək müasir dövrümüz üçün çox böyük əhəmiyyət kəsb edən məsələləri həll etmişdir. Yəni Heydər Əliyev çox gənc yaşlarından Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyətə başladığı illərdən qeyri-millətlərin vasitəsilə, o cümlədən ən əsasisi ermənilərin vasitəsilə Azərbaycan xalqına qarşı SSR Dövlət Təhlükəsizlik Komitəsinin Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində yetişdirərək yerləşdirdiyi ermənilərin, yahudilərin, qeyri-millətlərin vasitəsilə, cümlədən rusların belə vasitəsilə Azərbaycana qarşı, Azərbaycan xalqına qarşı həyata keçirilən siyasi repressiyanı daha dərindən hiss edir və görürdü ki, bu repressiyanı həyata keçirməkdə və eyni zamanda SSR Dövlət Təhlükəsizlik Komitəsində yırtıcı yuvası salmış ermənilərin Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində qeyri-millətləri yerləşdirməkdə məqsədi məramlardan ibarətdir. Yəni bunlar Heydər Əliyev çox böyük uzaqgörənliklə görür və hiss edir. Yəni onun fəaliyyəti bunu təsdiq edir. Hərəkətləri, həyata keçirdiyi tədbirləri bunları deməyə əsas verir. Yəni mən apardığım araşdırmalara əsasən onun fəaliyyətini təhlili onu təsdiq edir ki, həqiqətən Heydər Əliyevin hər bir addımı Azərbaycanın bugününə hesablanmış addım idi. Bugünə hesablanmış addım atmışdır. Yəni, bax, bu tədbirlərin həyata keçirilməsində kimlər başlıca rol oynayırdı Dövlət Təhlükəsizlik Komitəsində və get-gedə kadrlar artırılırdı. Erməniləşdirmə, ruslaşdırma və digər millətlərin nümayəndələrinin Dövlət Təhlükəsizlik Komitəsinə işə cəlb edilməsində bunları dərindən görür və təhlil edirdi ki, məqsədin nədən ibarət? Yəni ruslaşdırmanın, erməniləşdirmənin arxasında nələr dayanır? Yəni müdrik rəhbərimiz çox böyük uzaqgörənliklə təhlil edərək hiss eləmişdi, görmüşdü ki, ermənilərin Dövlət Təhlükəsizlik Komitəsində ruslaşdırma, erməniləşdirmə
siyasəti aparmalarının məqsədi Azərbaycan xalqının qəhrəmanlıq tarixinə, ədəbiyyatına, sənətinə ağır zərbələr vurmaq, Azərbaycanın görən gözü olan, düşünən beyni olan ziyalılarını məhv eləmək və onları Sovet rəhbərliyi qarşısında gözdən salmaq. Yəni Azərbaycanı tam Sovet İttifaqı miqyasında Sovet dövlətinə qarşı olan bir xalq kimi təqdim etmək məqsədi daşımalarını Heydər Əliyev çox uzaq görənliklə başa düşmüşdü, hiss eləmişdi. Yəni bu doğrudan da belədir ki, müdrik rəhbərimiz çox gözəl bilirdi ki, ermənilər Sovetləşmədən sonra, yəni Sovet İttifaqı formalaşandan sonra, Qafqaziya Federasiyası yarandıqdan sonra Qarabağın Ermənistana birləşdirilməsi məsələsini gündəmə gətirmişdilər. Bax, ona görə də əsas dövlət orqanlarında ən əsası Dövlət Təhlükəsizlik Komitəsində erməniləri vəzifələrə təyin edəcəklər ki, Azərbaycanlılar tamamilə sustursunlar, məhv eləsinlər və gələcəkdə Qarabağ Azərbaycanın tərkibindən ayrı Ermənistana birləşdirsinlər və nəticə etibarilə böyük Ermənistan ideyasını həyata keçirsinlər. Ona görə də Heydər Əliyev SSR Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən ermənilərin məqsədli və planlı şəkildə məqsədlərinin nail olmalarının qarşısını almaq məqsədi ilə hələ 50-ci illərdən başlayaraq bu orqanda hərbi əks kəşfiyyat şöbəsində, idarəsində siz suala cavab olaraq qeyd eləmək istəyirəm ki, Azərbaycanlılaşdırma siyasətini həyata keçirmişdir. Yəni, ermənilərə qarşı, erməniləşdirmə siyasətinə qarşı Azərbaycanlılaşdırma siyasəti. Yəni, Azərbaycanlı kadrların çoxluq təşkil edərək, yüksək peşəkarlıqla Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyət göstərmələrini həyata keçirmə məqsədi ilə milliləşdirmə siyasətini həyata keçirmişdir və bununla da Heydər Əliyev siyasətinin təməli qoyulmuşdur. Yəni, Heydər Əliyev ilk dəfə olaraq hakimiyyətdə olmadığı illərdən, yəni Dövlət Təhlükəsizlik Komitəsində hərbi əks kəşfiyyat şöbəsinə rəhbərlik etdiyi illərdən bu orqanda Azərbaycanlı kadrların hazırlanması siyasətini həyata keçirməklə milli mənəvi dəyərlərimizin qorunması, qeyd elədiyimiz kimi Azərbaycanın qəhrəmanlıq tarixinin olduğu kimi qorunub saxlanması, gələcək nəsillərə çatdırılması istiqamətində tədbirləri həyata keçirməklə və ermənilərin məqsədlərini onların özlərinə uyğun şəkildə çatdırmaqla və bunların qarşısını almaqla böyük Ermənistan yaratmaq ideyasını tamamilə iflasa uğratmaqla bu istiqamətdə milli kadrların hazırlanmasına, işə qəbul edilməsinə çox böyük üstünlüklər vermişdir. Bu, Heydər Əliyevin ilk siyasi fəaliyyətindən xəbər verir. Yəni, ilk siyasi fəaliyyətinin təməlini, əsaslarını, mənbəyini 1953-cü illərdə həyata keçirdiyi milliləşdirmə siyasəti, milli kadrların hazırlanması. Bu çox doğru, düz siyasi xətt idi. Əgərləri xüsusi olaraq qeyd eləmək lazımdır ki, mən öz araşdırmalarıma əsasən, öz fikrimə istinad edərək deyirəm, bu doğrudan da belədir. Əgərləri Heydər Əliyev həmin illərdə Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyət göstərməsəydi, digər sahələrdə fəaliyyət göstərsəydi, bu cür tədbirləri həyata keçirə bilməzdi. Yəni, bu orqanda baş verən məsələləri hiss edə bilməzdi, görə bilməzdi, onun iştirakçısı ola bilməzdi ki, burada hansı proseslər gedir. Yəni, işin içərisində olasan ki, bu orqanda hansı işlər görür, məqsəd nədir, məram nədir, xüsusi niyyət nədən ibarətdir və bunlar siyasi yollarla, dolayısı yollarla,
sürtülü şəkildə Sovet dövlətinin maraqları adı altında ermənilərin maraqlarının icrası istiqamətində ermənilərin Azərbaycan İslam Dövlət Təhlükəsizlik Komitəsində tədbirlər görməsini dərindən görürdü, hiss edirdi. Mən yenə də demək istəyirəm ki, əgər Elmlər Akademiyasında fəaliyyət göstərsəydi, digər nazirliklərdə fəaliyyət göstərsəydi, məsələn, bunları dərindən görüb hiss eləmək olmazdı. Yəni, gərək bu işin içərisində olasan ki, bunları görəsən və buna qarşı da bu tədbirlərin də qarşısını almaq üçün özün bir siyasi xətt həyata keçirəsən. Doğrudan da müdrik rəhbərimiz, uzaq görən siyasi xadim, Azərbaycan xalqının müdrik rəhbəri, dünya miqyaslı siyasətçi, dünya siyasətini, dünya iqtisadiyyatını dərindən bilən Heydər Əliyev hələ ən gənc yaşlarından bu siyasi xətt həyata keçirməyə başlamışdır. Yəni ki, müasir dövrümüz çox böyük əhəmiyyət kəsb edir. Bu siyasətin nəticəsi olaraq 87-ci ilə qədərki dövrdə, yəni 1987-ci ilə qədərki dövrdə, SSR rəhbərliyində olduğu illərə qədərki dövrdə ermənilərin planlarının həyata keçirilməsinin qarşısını almışdır. Yəni, birincisi, kadrların hazırlanması, bu orqanda yerləşdirilməsi, ermənilərin planlarının alt-üst edilməsi, məqsədlərinin aydınlaşdırılması və SSR rəhbərliyində bu məsələlərin qaldırılması. Məsələn, 1965-ci ildə ermənilər öz planlarının tərkib hissəsi olaraq qondarma, uydurma soyqırımının 50 illik yubileyi keçirmək istədilər, keçirdilər. Ancaq Heydər Əliyev buna qarşı çıxışlar eləmişdi ki, soyqırımı cinayətini ermənilər törədiblər. 18-20-ci illərdə Azərbaycan xalqına qarşı bu qırğınları törədiblər və bunlar bizə unutturulubdur. Yəni, Sovet dövlətinin ideoloji maşınının həyata keçir tədbirlərin nəticəsi olaraq ermənilərin xeyrinə 18-ci illərdə baş verin soyqırım cinayəti Azərbaycanlılara qarşı həyata keçirilən soyqırım cinayəti gizlədilmişdi. Ancaq ermənilər baş verməyən bir hadisəni gündəmə gətirmişdilər ki, gələcəkdə Qarabağ məsələsini bunlar tez bir zamanda həll edib bilsin, zamanda Türklərə qarşı, Azərbaycanlılara qarşı Sovet rəhbərliyində əks fikirlər formalaşdırsınlar. Yəni, müdrik rəhbərimiz qeyd elədiyimiz kimi birinci dəfə, ilk dəfə olaraq siyasi xəttini, siyasi fəaliyyətini Dövlət Təhlükəsizlik Komitəsində bu addımlarını atmaqla başlamışdır. Yəni ki, milli kadrların hazırlanması, demokratik fikirli şəxslərin qorunması. Yəni, müdrik rəhbərimizin ilk siyasi xətti bundan ibarət olmuşdur. Yəni, bunu da olduğu kimi təhlil eləmək, çatdırmaq lazımdır. Ona görə də mən Heydər Əliyev Akademiyası, yazmışam təvəzzükarlıqdan uzaq da olsa, bu siyasətin təbliğatçısı olaraq daha geniş miqyasda təbliğat işi aparmaq məqsədi ilə. Yəni, Heydər Əliyev siyasəti çox böyük dərinlikləri var, çox böyük yüksək zirvələr fəth edibdir. Bu zirvəyə heç kəs çata bilməz. Yəni, bu fərqli və üstün cəhətləri deyəndə biz bunları da sola qeyd elədik və burada bunu da əlavə edirəm ki, bəli, müəllim. Elə söhbətin sözünün üstünə düşmüşkən Heydər Əliyevin davamçısı Prezident cənab İlham Əliyev bu yaxınlarda sülh və barış üçün Yermika mükafatına layiq görülmüşdür. Buyurun. Yermika, bəli. Yəni ki, xüsusi olaraq qeyd eləmək lazımdır ki, bax, bəlkə qeyd elədik ki, 2003-cü ilin 1 oktyabr tarixində müdrik rəhbərimiz xalqa müraciət elədi. Heydər Əliyev cənab İlham Əliyev haqqında fikirləri, fəlsəfi fikirlərini çatdırdı. Yəni, müdrik rəhbərimiz, uzaq görən siyasi xadim, müasir Azərbaycan Respublikasının qurucusu banisi Heydər Əliyev siyasətinin davamı olaraq 21-ci əsrin ilk illərindən etibarən Prezident cənab İlham Əliyev nəinki Cənubi Qafqaz regionunda, Avrasiya məkanında, dünyada sülhün, təhlükəsizliyin təmin edilməsi
dövlətlər arası münasibətlərin formalaşdırılması, inkişaf etdirilməsi, yeni siyasi bir sistemdə dövlətlərin, xalqların dostluq şəraitində, sülh şəraitində yaşaması uğrunda çox böyük siyasi xətti həyata keçirmişdir. Eyni zamanda Azərbaycana qarşı son 200 il tarixi əhatə edən siyasi xətti, işğalçılıq siyasətini həyata keçirmiş, yəni böyük Ermənistan yaratmaq məqsədi ilə Azərbaycan torpaqlarını işğal etmək istiqamətində, tamamilə işğal etmək istiqamətində tədbirlər həyata keçirən Ermənistana da sülh təklifləri vermişdik ki, Azərbaycan Ermənistan arasında olan məsələləri Rəsmi Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməsi əsasında, sonra Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında, Baş Assambleyanın qəbul etdiyi qərarlar əsasında həll edilməlidir. Mənim qaçqınlarımız, məcbur köçkünlərimiz öz dədə, baba yurduna qayıtmalıdır. Yəni bu məsələlər üzərində işlər həyata keçirilmişdir. Yəni Cənab Prezident dünya miqyasında sülhün carçısına çevrilmişdir. Baxmayaraq ki, Azərbaycan işğala, təcavüzə, soyqırma məruz qalan ölkə idi və həmin illərdən Azərbaycan dünyada terrora və terrorizmə qarşı mübarizənin önündə getmişdir. Ölkələr arasında sülhün, dostluğun, qardaşlığın bərqərar olması istiqamətində çox böyük işlərə imza atmışdır. Və bu fəaliyyətin məntiqi nəticəsi olaraq Amerika Birləşmiş Ştatlarında həyata keçirilən tədbirlər, keçən ilki tədbirlər, bir də onu təsdiq edir ki, Cənab Prezident İlham Əliyev dünya miqyasında sülh carçısı olaraq bütün dövlətlərin, xalqların tarixinə daxil olmuşdur. Yəni ki, Amerika Birləşmiş Ştatları kimi böyük bir dövlətlə çox böyük dostluq, müttəfiqlik münasibətləri formalaşdırılmışdır və Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Donald Trump, prezident cənab İlham Əliyevin siyasi fəaliyyətinə, dünya görüşünə, dünyada mövqeyinə yüksək qiymət verərək onu dünyanın ən güclü siyasi xadimi adlandırmışdır. Bu çox böyük nailiyyətdir. Bu çox böyük Azərbaycanın uğurudur. Azərbaycan prezidentinin dünya miqyasında həyata keçirdiyi siyasətə verilən qiymətin məntiqi nəticəsidir. Ona görə də mən təklif edirəm ki, dünyada sülhü, dostluğu, qardaşlığı təbliğ edən, dəstəkləyən və ən əsası isə Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirilmiş Ermənistanla dostluq, sülh münasibətlərini tezliklə qurulması istiqamətində fəaliyyətini davam etdirən, siyasi xətti həyata keçirən və dünyada qeyd etdiyimiz kimi sülhün formalaşdırılması üçün çox böyük uğurlara imza atmış Cənab İlham Əliyevin adına dünya sülh mükafatı təsis edilsin. Və eyni zamanda qeyd eləmək lazımdır ki, Birləşmiş Millətlər Təşkilatı 2-ci Dünya Müharibəsindən sonda yaradılmışdır. Dünyada sülhü təhlükəsizliyi təmin etmək, dövlətlər arası münasibətləri möhkəmləndirmək, formalaşdırmaq, tənzimləmək, yəni münaqişələri kollektiv şəkildə həll etmək. Ancaq bu istiqamətdə Birləşmiş Millətlər Təşkilatı özünün qəbul etdiyi qətnamələri belə icra etməmişdir. Məsələn, Azərbaycanla bağlı düzdür, çox müsbət haldır, çox yüksək qərarlardır. 4 qətnamənin qəbul, 822, 853, 874, 884 qərarları, qətnamələri. Ancaq bu da icra edilməmişdir. Sonra özünün qətnamələri qəbul edib, Baş Assambleya tərəfindən işğalçı dövlətlərin hərbi cinayət törətdiyi ölkə olaraq tanınması, sonra soyqırım cinayətindən bağlı 48-ci ilin 9 dekabr tarixində genosid cinayəti və buna görə cəzalar mexanizminin tətbiq edilməsi, bu cinayət törətmiş ölkələrin məsuliyyətə cəlb edilməsi və digər istiqamətlərdə işləri həyata keçirməsi. Yəni bu qərarları qəbul etməsinə baxmayaraq, bu qərarların icrası istiqamətində Birləşmiş Millətlər Təşkilatı heç bir tədbir həyata keçirməmişdir. Məsələn, 67-74-cü illərdə
dünyada sülhün təhlükəsinin təmin edilməsi üçün təcavüzə qarşı, işğala qarşı birgə mübarizəni həyata keçirmək üçün ki, böyük qətnamə qəbul etmiş. Həmin qətnamələrin də yazılırdı ki, təcavüz, işğal siyasətini həyata keçirən ölkələr hərbi cinayət törətmiş ölkə olaraq elan edilməlidir. İşğalçı ölkə olaraq tanınmalıdır. Ancaq Ermənistan Respublikası Azərbaycana qarşı işğalçı siyasət həyata keçirmişdi, soyqırım cinayət törətmişdi və soyqırım cinayət törətmiş ölkə olaraq beynəlxalq məhkəmə qarşısına çıxardılmadı və BMT tribunasından hərbi cinayət törətmiş ölkə olaraq elan edilmədi. Yəni Birləşmiş Millətlər Təşkilatı sanki dünyanın siyasi mollaxanasına çevrilmişdi. Yəni yalnız siyasi fatihələr oxumaqla, verməklə. Yəni ki, bunların fikirləri, ifadələri mollanın o ölüyə oxuduğu Quran kimi heç bir əhəmiyyət kəsb eləmədiyi kimi bunların da qəbul etdiyi qərarlar bu dövlətlərin tarixində bəzi məsələlərin həllində vacib rol oynamamışdır. Ona görə də mən təklif edirəm ki, 2-ci Qarabağ müharibəsindən sonra mərkəzi qərargahı Azərbaycanda olmaqla Ümumdünya Sülh Şurası yaradılsın. Dövlətlər arası əməkdaşlıq, müttəfiqlik, qardaşlıq şurası yaradılsın və Azərbaycan prezidenti bu şuranın sədri seçilsin. İlk sədri seçilsin və dünyada ilk sülhün carçısı olaraq elan edilsin, qəbul edilsin. Yəni bu komitə tərəfindən bütün məsələlər həll edilsin. Dünyada sülhün tam şəkildə təmin edilməsi. Ona görə ki, müasir müstəqil Azərbaycan Respublikasının 20 ildən çox böyük bir tarixini yazıb yaratmış ermənilərin böyük Ermənistan yaratmaq ideyasını tamamilə iflasa uğratmış, dünyaya yeni bir sülh modeli təqdim etmiş, yeni bir baxışlar sistemi dünyaya bəxş eləmiş. Cənab İlham Əliyev dünyada sülhün, təhlükəsizliyin tamamilə təmin edilməsi istiqamətində işləri həyata keçirir. Yəni İlham Əliyev qədər dünya miqyasında bu tədbirləri həyata keçirən ikinci bir dövlət başçısına rast gəlinmir. Yəni ki, belə bir şəraitdə dövlətlər arası münasibətlərin yüksək səviyyədə təmin edilməsi istiqamətində işləri həyata keçirir. Yəni ona görə də təklif edirəm ki, bir daha Dünya Sülh və Təhlükəsizlik Təşkilatı yaradılsın və Birləşmiş Millətlər Təşkilatına da ehtiyac qalmır. Birləşmiş Millətlər Təşkilatının daimi üzvləri, Təhlükəsizlik Şurasının üzvləri təcavüzkarlıq siyasətində məşğul olurlar. Digər ölkələrin ərazilərinə hücumlar həyata keçirirlər. Yaxşı, bunlar dünyada sülhün təhlükəsiz təmin edilməsinə başlıca məsuliyyət daşıyan Təhlükəsizlik Şurasıdır. Təhlükəsizlik Şurasının daimi üzvləri müharibə eləyir. Qonşu ölkələrin ərazilərinə basqın eləyir. İnsanların kütləvi şəkildə qırılmasına şərait yaradır. Təhlükə törədir. Bir yandan deyirlər sülh məsələsini həyata keçirib, bir yandan da müharibə eləyirlər. Elə Rusiyanın özünü götürək. Görün, 4-5 il Ukraynaya qarşı müharibə aparır. Təhlükəsizlik Şurasının üzvüdür. Bu təhlükəsizliyi dünya miqyasında təmin edilməsi istiqamətlər aparmaq özünə dünyada müharibə aparır bu. Digər ölkənin, müstəqil ölkənin ərazisinə qarşı. Yəni bu Təhlükəsizlik Şurasının üzvü olmaqla Rusiya Federasiyası Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin tələblərini pozur. Yəni ki, başqa bir ölkənin ərazisinə müdaxilə edir. Birləşmiş Millətlər Təşkilatı nizamnaməsinin 33-cü maddəsinin tələblərini pozur. 33-cü, 6-cı, 7-ci fəsillərinin tələblərini pozur ki, yəni beynəlxalq ictimaiyyətin iradəsinə tabi olmaq istəmir. Yəni ona görə də bu orqanın, yəni Birləşmiş Millətlər Təşkilatının fəaliyyətə son qoymaq vaxtı gəlib çatmışdır. Ona görə də mən təklif edirəm ki, dünyada sülhün, təhlükəsizliyin qarantı Azərbaycan Respublikasıdır. Və Cənab İlham Əliyev Azərbaycan Respublikasının prezidenti olaraq Ümumdünya Sülh Şurasının eyni zamanda sədri seçilməlidir. Və onun adına
sülh mükafatı təsis edilməlidir. Tutaq ki, kimlərinsə adına Nobel qardaşlarının adına mükafatlar təsis olunur. Ancaq dünyada sülhü, təhlükəsizliyi tam şəkildə təmin etmək istiqamətində siyasət həyata keçirən Cənab İlham Əliyevin adına nəyə görə sülh mükafatı təsis edilməsin? Mən bir daha təklif edirəm. Öz fikirlərimi açıq-aşkar qeyd edirəm ki, Azərbaycan xalqının, dünya Azərbaycanlılarının, Türk dünyasının, təqibpərvər bəşəriyyətin tarixinə, 21-ci əsr tariximizə müdrik rəhbərimiz Heydər Əliyev siyasətinin davamı olaraq həyata keçirdiyi uğurlu məqsəd yönünü düşünmüş daxili və xarici siyasətinin və bu siyasəti Azərbaycan xalqının, Azərbaycan ordusunun verdiyi dəstəyin nəticəsi olaraq qeyd elədim ki, 21-ci əsr tariximizə xalqımızın xilaskarı, qurtuluş daha sonra daxil olmuş, dünyada sülhün, təhlükəsizliyin, dövlətlər arası münasibətlərin tənzimlənməsinin, möhkəmləndirilməsinin qarantı olan, təminatçısı olan və bu istiqamətdə siyasi xətt həyata keçirən Prezident Cənab İlham Əliyev Sülh Şurasına rəhbərlik həyata keçirməlidir. Yəni, qoşulmama hərəkatına Cənab Prezident rəhbərlik elədi, 120 dövlət təmsil olunmuşdur. İndi Birləşmiş Millətlər Təşkilatında 200 yaxın dövlət var, 193 ölkə təmsil olunur. Yəni 193 ölkənin hər biri Dünya Sülh Şurasının tərkibinə daxil olmalıdır. Yəni Germika sülh mükafatı çox yüksək mükafat olmaqla yanaşı Cənab İlham Əliyevin fəaliyyətinə verilən qiymətin təzahürüdür, tərkib hissəsidir. Ancaq Prezident Cənab İlham Əliyevə ümumi dünya sülh mükafatı verilməlidir. Dünya ölkələrinin rəhbərləri tərəfindən, dünya xalqlarının ümumi rəyi əsasında. Yəni, bütün dünya xalqları İlham Əliyevin fəaliyyətinə yüksək qiymət verirlər. Yəni, qonşu ölkələrin xalqları, hətta belə düşmən ölkələr də olsa, rəhbərlikdə olan şəxslər Azərbaycana qarşı əks tədbirlər həyata keçirsələr də, həmin ölkələrin xalqları İlham Əliyevin siyasətinə dəstəyini ifadə edirlər. Onunla həmrəylik nümayiş etdirirlər. Ona görə də bir daha qeyd eləmək istəyirəm ki, Prezident Cənab İlham Əliyev yeni yaradılacaq Ümumdünya Sülh Təşkilatının, Təhlükəsizlik Təşkilatının, yəni Birləşmiş Millətlər Təşkilatı adından ləğv edilməlidir. Ümumdünya Sülh Şurası, dövlətlər arası münasibətlər təşkilatı yaradılmalıdır. Xalqlar arası münasibətlər agentliyi, şöbəsi yaradılmalıdır, idarəsi təşkilatı yaradılmalıdır. Bunların da hər bir respublika üzrə, hər bir dövlət üzrə şöbələri fəaliyyət göstərməlidir. Məsələn, Azərbaycanda Heydər Əliyev fondu dünya miqyasında görün nə qədər böyük işlər görür. Dünyada sülhün təhlükəsizliyi təmin edilməsi istiqamətində Heydər Əliyevin fəaliyyəti qədər dünya miqyasında fəaliyyət göstərən ikinci bir təşkilata rast gəlinmir. Bu, Azərbaycan prezidentinin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Və belə bir siyasi xadimin, belə bir dünya liderinin, müdrik siyasi xadimin, dünyanı idarə etmə qabiliyyətinə malik olan liderin və dünyada qəbul edilən, məsləhətlərindən qulaq asılan, siyasətindən bəhrələnilən, hərbi siyasi ideoloji müharibələr tarixi üzrə və digər sahələr üzrə fəaliyyətindən öyrənilən, bəhrələnilən Cənab Prezident Ümumdünya Sülh, Təhlükəsizlik, Qardaşlıq, Əməkdaşlıq Təşkilatının baş katibi, sədri, rəhbəri olarsa, əminik ki, dünyada qarşıdurmalar, müharibələr aradan götürülər
dünyada bütövlükdə Avra-Asiya məkanında, nəinki Qafqaz regionunda, Avra-Asiya məkanında bütövlükdə sülh bərqərar olar. Yəni hərbi qarşıdurmalar azalar. Evet. Xalqlar arası münasibətlər daha da yüksək səviyyədə qurula bilər. Bəli. Bəli. Dəmir müəllim, əgər 1987-1990-cı illərdə Heydər Əliyev hakimiyyətdə olsaydı, indi ermənilər Qarabağ ala bilərdi. Xeyr, əgərləri Olsun. müdrik rəhbərimiz Heydər Əliyev 87-93-cü illərdə Sovet rəhbərliyində, Azərbaycan rəhbərliyində olardısa, ermənilərin cürəti çatmazdı ki, Qarabağa bir dənə güllə datsınlar. Qarabağa tərəfə baxa bilsinlər. Yəni, müdrik rəhbərimiz, bəlkə çıxışımda qeyd elədim ki, hələ 60-cı illərdən, hələ başlayaraq 50-ci illərdən ermənilərin Azərbaycana qarşı hazırladıkları planları dərindən bilib və görürdü. 87-ci ilə qədərki dövrdə Heydər Əliyev ermənilərin planlarının Azərbaycanda həyata keçirilməsinin qarşısında dayanmışdı. Qarşısını alırdı. Yəni Azərbaycan torpaqlarının, ən əsası isə Qarabağın qərb bölgəsində Ermənistanla sərhəd olan, eyni zamanda Naxçıvan Muxtar Respublikası ilə, Gədəbəy rayonu ilə və digər ərazilərimizlə həm sərhəd ərazilərdəki olan torpaqların Ermənistana birləşdirilməsinin qarşısını almışdır. Yəni ona görə də ermənilərin planlarının Azərbaycanda həyata keçirilməsinin qarşısını aldığına görə, qarşısına dayandığına görə Sovet dövlətində yüksək səviyyədə vəzifədə olduğuna görə ermənilərə bu istiqamətdə heç bir şərait yaratmadığına görə, onların planlarını, ideologiyasını, siyasətini tamamilə darmadağın elədiyinə görə, onlara qarşı əks tədbirləri həyata keçirdiyinə görə Azərbaycanı inkişaf etmiş iqtisadi cəhətdən, yəni Sovet dövlətinin mövcudluğu şəraitində iqtisadiyyatının yüksək səviyyədə inkişaf etdiyinə görə onlar Heydər Əliyevin ən yüksək vəzifədə qalması ilə barışa bilmirdilər. Ona görə də 85-ci ildən etibarən Qarbaçovun hakimiyyətə gəlişindən sonra Qarbaçovun ermənipərəst siyasətindən, anti-milli siyasətindən, anti-Azərbaycan siyasətindən və eyni zamanda Qarbaçovun ətrafında olan ermənilərin, ermənipərəst dairələrin dəstəyindən istifadə edərək Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi, işğal edilməsi, həmin ərazidə etnik təmizləmə siyasəti həyata keçirmək, soyqırım siyasəti həyata keçirmək məqsədi ilə Azərbaycan əraziləri hesabına böyük Ermənistan yaratmaq ideyasını həyata keçirmək üçün əsas maneə olan birinci məsələ Heydər Əliyevin SSR rəhbərliyindən uzaqlaşdırılması məsələsi. Və bu məsələni ermənilər safı özümüzdən olan baltaların da dəstəyi ilə həyata keçirə bildilər. Və eyni zamanda Heydər Əliyevin vəzifədən kənarlaşdırılmasından sonra bu məsələyə müdaxilə etməsinin qarşısını almaq üçün qeyd etdiyimiz kimi 87-90-cı illərdə Heydər Əliyev qarşı çox böyük təzyiqlər, siyasi təzyiqlər, mənəvi repressiya həyata keçirilirdi. Hətta onun həyatının təhlükə qarşısında qoyurdular. Yəni ki, qadağalar tətbiq olmuşdu ki, heç bir yanda Heydər Əliyev çıxış edə bilməzdi, xalqla görüşə də bilməzdi. Azərbaycanla əlaqələrini kəsmişdilər. Azərbaycanla kim danışırdı, onun tez bir zamanda onu gülləliyib məhv edirdilər. Və bu məsələlər də icra edilirdi. Yəni ki, 87-90-cı illərdə bir daha qeyd edirəm ki, əgərləri müdrik uzaq görən siyasi xadim Heydər Əliyev hakimiyyətdə olardısa, heç bir işğaldan söhbət gedə bilməzdi. Ona görə də ermənilər Heydər Əliyev vəzifədən kənarlaşdırılmasından sonra 87-ci ilin noyabr ayında, yəni noyabr ayının 14-də Fransanın humanitar qəzetinə Oxan Behyan
müsahibə belə qeyd etmişdir ki, Qarabağın Azərbaycandan ayrılaraq, qoparılaraq Ermənistana birləşdirilməsi məsələsi Qarbaçovla razılaşdırılmışdır. Əgərlər Heydər Əliyev siyasi büroda olardısa, SR rəhbərliyində olardısa, Qarbaçovun əli çatmazdı bu işi həyata keçirir. Və ermənilər bu məsələni gündəmə gətirə bilməzdilər. Ona görə də Heydər Əliyevin tüm vəzifələrdən kənarlaşdırılması məsələsi həyata keçirilmişdir. Və eyni zamanda Heydər Əliyevə qarşı olan naşı, səriştəsiz, ermənipərəst mövqedə olan, anlaqsız düşüncə tərzinə malik olan, idarəetmədən bir xəbər olan, diplomatiyanı bilməyən, Azərbaycanın tarixini bilməyən, keçmişini, dünənini, bugününü bilməyən və gələcəyini düşünməyən şəxsləri Azərbaycanda hakimiyyətə gətirdilər. Məsələn, Vəzirov. Vəzirov Azərbaycanda hakimiyyətə gətirdilər. O tərəfdən də Heydər Əliyev siyasi təzyiq altında saxladılar. Bu tərəfdən də işğal üçün zəmin yaratdılar. O tərəfdən də Qərbi Azərbaycan ərazilərindən Azərbaycanlıların deportasiyası həyata keçirildi. Tüm bunların hər biri Heydər Əliyevin vəzifəsindən kənarlaşdırılmasından sonra həyata keçirilmişdir. Yəni 87-ci illərdən başlayaraq ermənilər 1920-ci illərdən Azərbaycana qarşı Sovet dövlətinin, Komünist Partiyasının dəstəyindən istifadə edərək həyata keçirdikləri ideoloji siyasi mübarizənin təcavüzlə, işğalla davam etdirdilər. Yəni müharibələr də zorakı, siyasətin zorakı yolla davamıdır. Yəni Qarabağın işğalı məsələsi 88-ci ildə deportasiyanın başlanması, etnik təmizləmə siyasəti, qeyd etdiyimiz kimi Qarabağ zonasında, sonra 88-ci il 20 noyabrında Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitusiyon qərarı qəbul edilməsi, Ermənistan Ali Soveti, Qarabağ Muxtar Vilayəti Ali Sovetinin qərarı, yəni onları Muxtar Vilayətin Məclisinin qərarı və digər istiqamətdə qəbul edilmiş qərarlar və Azərbaycanın münaqişəyə cəlb edilməsi, ərazilərin işğala məruz qalması, ərazilərimizin 20%-dən çoxunun işğal altına düşməsi. Bütün bunlar Heydər Əliyevin hakimiyyətdə olmadığı illərdə baş vermişdir. Yəni sizin suala cavab olaraq qeyd edirəm ki, əgərləri bir daha qeyd edirəm ki, həmin illərdə əgər Heydər Əliyev hakimiyyətdə olardısa, Birinci Qarabağ müharibəsi baş verməzdi, bu qədər şəhid verməzdi və torpaqlarımız işğalda düşməzdi və nəticə etibarilə torpaqlarımızı işğaldan azad eləmək üçün İkinci Qarabağ müharibəsi baş verməzdi. Yəni 18.850 nəfər biz Azərbaycan şəhid vermişdi, mülki şəxslər həbslərə daxil olmaqla. Yəni ki, 20 minə qədər, 15 minə qədər Birinci Qarabağ müharibəsində Azərbaycan şəhid vermişdir. Yəni ki, bax, bunların hər biri hakimiyyətsizlik dövründə, Heydər Əliyevin hakimiyyətdə olmadığı illərdə baş vermişdir. Yəni ermənilər bunu planlı şəkildə həyata keçirmişlər və nəticə etibarilə yenə də xalq öz üzünü, öz müdrik liderini tutaraq Azərbaycanın müstəqilliyini qorumaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün onu hakimiyyətə dəvət etmişlər. Buyurun müəllim. Bəli. Və müəllim, sizin bir başqa mövqeyiniz haqqında fikirlərinizi bilmək istəyirəm. Siz həmişə Mehman Emin Hüseyin qardaşlarını anti-Azərbaycan mövqeylərinə görə tənqid edirsiniz. Amma Avropa İttifaqı da onların müdafiəsinə qalxıblar. Bununla bağlı fikirlərinizi öyrənmək istərdim. Bəli, bizim fikirlərimiz ondan ibarətdir ki, onların marağı nədir bu müdafiə onların marağı ondan ibarətdir ki, Azərbaycan nəinki Qafqaz bölgəsində, Avra-Asiya məkanında müstəqil dövlət olaraq müstəqil daxili və xarici siyasət həyata keçirməklə özünün ərazi bütövlüyünü və sürəni təmin etmişdir. Azərbaycan dünya miqyasında qüdrətli dövlətə çevrilmişdir. Hegemon dövlətə çevrilmişdir. Yəni dünyanın aparıcı ölkələri Azərbaycanın siyasi təcrübəsindən, iqtisadi təcrübəsindən, hərbi təcrübəsindən, ideoloji müharibədə əldə etdiyi nailiyyətlərdən və 44 gün ərzində
bu cür qələbəyə imza atmasından həmişə maraqlı olduqlarını qeyd edirlər. Yəni ki, Azərbaycan prezidenti, dünya miqyaslı siyasi xadim, müdrik rəhbərimiz Heydər Əliyev siyasətinin ən laq davamçısı, dünyanın qəbul etdiyi, məsləhətləşdiyi 21-ci əsr dünya tarixinə bənzəri olmayan müdrik siyasi xadim lider olaraq daxil olmuş, dünyanı idarə etmə qabiliyyətinə malik olan, fəlsəfi baxışları ilə, diplomatik gedişləri ilə dünyada yeni bir siyasi ab-hava yaratmış, yeni bir sülh modelini dünyaya təqdim etmiş, təcavüzkar, işğalçı ölkənin cavabını vermiş, separatizmin kökünü kəsmiş, Azərbaycan kimi qüdrətli bir dövlət yaradaraq, hərbi gücə, siyasi gücə malik olan, iqtisadi qüdrətə malik olan bir dövlət yaradaraq, yeni bir Azərbaycan yaradaraq dünyaya təqdim etmiş Cənab İlham Əliyev kimi siyasi xadimin qüdrətli bir dövlətə rəhbərlik etməsini həmin ölkələrin parlament nümayəndələri həzm edə bilmirlər. Ona görə də onlar Azərbaycana qarşı əks mövqedə olan şəxslər Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Allahsız ruhu xəstələrdən Azərbaycana qarşı istifadə etməklə yanaşı onların müdafiəsinə qalxıblar. Onların da ağlı, düşüncəsi, baxışları mehman kimidir. Mehmanla onlara fərq yoxdur. Nasıl Avropa parlamentinin deputatıdır. Deputat ola bilərsən. Özünün düşüncəsi, baxışları. Yəni bunlar da Azərbaycana qarayaxma kampaniyası aparırlar ki, mehman kimləri müdafiə etsinlər. Onlar da onların planını, yəni mehman, emin, nə bilim, o qabildir, mabildir, gediblər orada o gizləniblər, Türk yuvası qruplar anti-Azərbaycan mövqeyindədirlər. Yəni onların əlində Azərbaycana qarşı alətə çeviriblər. Məsələn, mən bu qədər dövlət siyasətini təbliğ edirəm, düzdür, müxalifəti tənqid edirəm. Ondan sonra mehmanı, emini. Avropa parlamenti məndən nə danışmır ki? Çünki mən dövlətin maraqlarını güdürəm, milli maraqlarımıza Cənab Prezidentin uğurlu məqsəd yönünü düşürmüş daxili və xarici siyasətini təbliğ edirəm geniş və hədəli şəkildə. Analitik təhlil etməklə. Dünyaya çatdırıram, xalqımıza çatdırıram. Düz xalqımız bunları görür və hiss edir. Çünki Azərbaycan prezidentinin siyasətinin nəticəsi olaraq Azərbaycan adlı böyük bir əsər yazıb yaradım. Cənab Prezidentin siyasəti canlı olaraq dünya tərəfindən görünür, qəbul edilir. Ancaq bunlar qəbul edə bilmirlər, həzm edə bilmirlər. Bunlar bunu gördükcə siyasi məcnuna çevirirlər, dəli divanı olurlar. Siyasi kəslərə, gəmiricilərə, həşəratlərə çevirirlər. Yəni ki, bu görürsünüz, kənd təsərrüfatında məhsulun inkişafına manifestör edən kəsçilər olur, gəmiricilər olur, həşəratlər olur. Siyasətdə də, dövlətə qarşı münasibətlərdə də bu cür Avropa parlamentində olan kəsçilər, həşəratlər, gəmiricilərdir onlar. Onlar mehman ağıldadılar, mehman düşüncədədirlər, mehman baxışdadılar. Mehman ruhu əsab xəstəsidir, o anlaqsız ruh xəstədirlər. Onlar qabildir, mehmandır, emindir. Gedir ki, xarici ölkələrdə ağızlarına gələni, yalan, uydurma, şeylə danışırlar. Onlara qarşı biz çox ciddi mövqedəyik. Avropa parlamentində, nə bilim, bu Avropa Şurasıdır. Onlar qeyd elədim deyələr, dünyanın siyasi mollaxanalarıdır. Onlar, molla görsən ki, yas mərasimlərində ağzına gələni danışır, filan seyid belə getdi, filan molla belə getdi, filan, nə bilim, peyğəmbər, filan kəs şəhid oldu. Şəhid sözün mənasını bilmir, dindən yapışır, filan şey belə oldu, filan şey belə oldu. Şəhidlərimizin keçmiş tarixi yolda, müasir dövrümüzdə danışmırlar. Durub başqa şeyləri yozdururlar. Yəni, insanların baxışlarından sui istifadə edirlər. Yəni, indi Avropa İttifaqı da mehmanın çıxışına istinad edib danışır. Mehman kimdir? Mehman bir küçük uşağıdır. Onların səviyyəsinin göstəricisidir. Mehmanı müdafiə eləməkləri sübut edir ki, onlar kimdir? Düz-düzü müdafiə eləyər, əyri-əyri də müdafiə eləyər. Düz-düzün yanında olar, əyri-əyrin yanında olar. Deməli, bunlar da mehmanı yandadılar. Azərbaycana qarşı biz bunların mövqeyini bilirik.
kimdilər, nəçidilər. Ona görə də biz eyni zamanda Tovuzlu olaraq Mehmanla Emin, sonra o Qabil Tovuzdan olduğuna görə kəskin etirazımızı, münasibətimizi bildiririk. Onların tezliklə Azərbaycana gətirilərək həbs edilməsini tələb edirik. Həmin deputatların beynəlxalq məhkəmə qarşısında çıxarılmasını tələb edirik ki, Azərbaycanın daxili işlərinə müdaxilə edirlər. Beynəlxalq hüquq normalarını və prinsiplərin ziddin olaraq, Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinin ziddin olaraq, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğun olaraq onlar cəzalarını almalıdırlar. Yəni bu Azərbaycan Respublikası Konstitusiyası tələblərini pozdururlar. Beynəlxalq hüquq normalarını və prinsiplərini göbuz şəkildə özləri təyinatları üzrə vəzifələrini icra eləmək vəzinə gəlib Azərbaycanı müzakirə çıxardırlar. Yəni Azərbaycanın uğurlarını müzakirə çıxardır. Avropa Şurası, Avropa Parlamenti. Gəlib nəsə Mehman ortalığa çıxar. Mehman kimdir? Bir ruhi əsəb xəstəsi. Heç onu Qazaxda dəlxanaya da götürməzdir. Bəlkə də xahiş edək Məştəqada o xüsusi rejimli ruhi əsəb dispanseri oraya yerləşdirək onu. Bu qardaşı Eminlə bir yerdə. Yəni başını gözündə pitəri, o dəli kimi, dəlxanada olan uşaqlar kimi qırtdırıb belə tomağalayıb başının zadını. Yəni bunun bir adama deyib, bunun bir yəsi yoxdur mu? Mehmandır, Emindir. Bunun qohumların hamısı əksəriyyəti Tovuzda yaşayır, Bakıda yaşayır, vəzifədə olanlar da var. Onlar onun haqqında tədbir görməlidirlər, onu cəmcama dəvət eləməlidirlər. Ən əsası isə bu adam beynəlxalq cinayət hadisəsi törədib Azərbaycana qarşı mənəvi soyqırım siyasəti həyata keçirir. Söz kampaniyası, təhqir, böhtan, şər. Yəni Azərbaycan xalqına qarşı, Azərbaycanın hüquq mühafizə orqanlara qarşı, Azərbaycan rəhbərliyinə qarşı. Əgər Azərbaycan rəhbərliyinə qarşı hər hansı böhtan atılırsa, bu Azərbaycan xalqına qarşıdır. Çünki dövlət başçımız dövləti və xalqı təmsil edir. Biz xalq seçib onu. Xalqın seçdiyi rəhbərə qarşı bu cür münasibət göstərən şəxslərə, Mehmana qarşı biz çox ciddi şəkildə tədbirləri görməliyik. Onunla bizim aramızda yer yoxdur. Mehman Emin qardaşları, Qabil, biz keçən çıxışımızda qeyd eləmişik. Bugün də qeyd edirik ki, onlar tezliklə Azərbaycana gətirilməlidir. Çünki onlar Azərbaycanın dövlət strukturlarından, hüquq mühafizə orqanlarından xalq arasında sürü yaratmaq istiqamətində işlər aparırlar. Məsəl üçün, daxili işlər orqanlarına qaraxmə kampanyası aparırlar, prokurorluq orqanlarına, təhlükəsizlik orqanlarına, məhkəmə hüquq sisteminə qarşı. Azərbaycanın məhkəmə hüquq sistemi, prokurorluq, polis orqanları Azərbaycanda milli dövlətçilik maraqlarımıza xidmət edir. Milli maraqlarımızın qorunmasına, hər bir vətəndaşın maraqlarının qorunması, yəni hüquqi zidd əməllərdən qorunması, ictimai siyasi sabitliyimizin qoru möhkəmləndirmə. Yəni Azərbaycan prezidenti Cənab İlham Əliyevin uğurlu, məqsədyönlü, düşürülmüş daxili və xarici siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizdə formalaşmış, bərqərar olmuş və bütün nailiyyətlərimizin, uğurlarımızın mənbəni təşkil edən ictimai siyasi sabitliyimizin keşində ayaq-sayaq dayanırlar. Hər bir Azərbaycanlının təhlükəsinin keşində Azərbaycanımızın hüquq mühafizə orqanları ayaq-sayaq dayanmışlar və bunlara qarşı da Mehman kimiləri gəlib orada artıq əsiz danışır. Güya ki, bu adam korrupsiyadan danışdığına görə, nə bilim, Azərbaycanda baş alıb gedən özbaşçılıqlar barəsində danışdığına görə həbs oldu. Bunların başı işləmir ki, ağır işləmir ki, dünyada ilk olaraq Azərbaycanda korrupsiya qarşı mübarizə baş idarəsi fəaliyyətə başlar. Üzə baş prokuror yanında. Azərbaycanda korrupsiya cinayətlərinə qarşı nə qədər uğurlu əməliyyatlar həyata keçirilir. Prokurorluq orqanları tərəfindən. Azərbaycan digər hüquq mühafizə orqanları tərəfindən. Bunlar görmür, hiss eləmirlər. Azərbaycanda olan korrupsiya qarşı mübarizə heç bir ölkədə belə bir tədbir həyata keçirilmir. Cənab Prezidentin rəhbərliyi ilə. Azərbaycanın baş prokurorluğu, hörmətli Kamran Əliyev başda olmaqla. Yəni, Daxili İşlər Nazirimiz, hörmətli Cənab Vilayət Eyvazov başda olmaqla, Təhlükəsizlik Xidmətinin rəisi Cənab hörmətli Əli Nağıyev başda olmaqla və digər dövlət qurumlarımız, dövlət orqanlarımız Azərbaycanda Azərbaycan dövlətinin
qorunub möhkəmləndirilməsi, milli maraqlarımızın tam şəkildə təmin edilməsi, Azərbaycanın təhlükəsizliyinin, Azərbaycan xalqının, Azərbaycan dövlətinin təhlükəsizliyinin təmin edilməsi üçün, Azərbaycan günü-gündən hər saniyə üzrə daha da qüdrətli dövlətə çevrilməsi üçün. Yəni, belə olduğu halda Mehman Emin qardaşları bizim hüquq mühafizə orqanlarımıza qarşı, dövlət orqanlarımıza qarşı, Azərbaycan prezidentinin oğlu siyasətinə qarşı ek fikirlər yazdırırlar və onların fikirlərinə dəstək verərək Avropa Parlamentidə ütopik düşüncə təzyiqi olaraq ütopik yuxu yozmalar danışırlar. Ağlarına nə gəlir, başlayırlar yuxu əsəb xəstəlikini danışmağa. Onların heç birinin əhəmiyyəti yoxdur, heç bir əhəmiyyət kəsb eləmir. Biz onları tamamilə rədd edirik və çox doğru, dürüst Azərbaycan Respublikasının Milli Məclisi, hörmətli Sahibə xanım Qafarova başda olmaqla bizim milli məclis üzvlərimiz, deputatlarımız, xalqımızın seçdiyi nümayəndələr Avropa Parlamentinə qarşı kəskin mövqelərini ifadə etdilər. Mən buradan Azərbaycanımızın Milli Məclisi rəhbərliyinə, Milli Məclis üzvlərinə təşəkkürümü və minnətdarımı bildirirəm ki, onlar Avropa Parlamentinin, Avropa Şurasının layiq olduğu cəzasını verdilər. Belə demək daha yaxşı olar ki, cəzasını verdilər ki, siz bizə lazım deyilsiniz heç. Nə istəyirsiniz danışın orada. Ağlınıza nə gəlir? 100 dənə mehman gəlsin. Mehman cinayət törədir. Axtarışa verilir. Bunun haqqında cinayət başlayalım. Azərbaycan qanunvericinin tərəflərinə uyğun olaraq. Onun üçün nə cür siz müdafiə edirsiniz? Kimsiniz? Cinayət törədərək həbs olunmuş separatçıları, işğalçıları, müharibə cinayətkarlarını bunlar müdafiə etməyə başlayırlar. Görün, Qarabağda bunlar nə cür cinayət törədiblər? 30 il Azərbaycanın başına nə oyunlar gətiriblər? Bunlar həbs olunub, gəlib burada məhkəmə qarşısına çıxırlar. Həbs olunublar, ömürlük həbs alıblar, 20 illik həbs alıblar, 15 il həbs alıblar. Durub Avropa Parlamenti bunların azadlığı buraxılmasını tələb edir. Kimsiniz? Gəlib Azərbaycanın daxili işlərinə müdaxilə edirsiniz. Avropa Parlamenti. Heç sizi bir tanımaq da istəmirik. Sonra ayrı sözün var mı? Sən gəl mehmanı müdafiə elə, nə bilim bu Maraki müdafiə edirsən, kimsən sən? Cinayət törədib, cəzasını almalıdır. Bəli, hüquqi dövlətik. Müdrik rəhbərimiz də vaxtilə deyib ki, demokratiyanın yanında hüquq gəlir. Hər şey qanun çərçivəsində olmalıdır. Azərbaycan hüquqi dünyəvi dövlətdir. Hər şey qanun çərçivəsində öz həlini tapır. Və ona görə də beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq müharibə cinayətkarlarını, separatçıları Azərbaycan qanunverici tərəflərinə uyğun olaraq Azərbaycan ərazilərində törətdikləri ağır cinayətə görə həbs ediblər. Yəni müharibə cinayətləri. Azərbaycan torpaqları işğal altında qalıb saxlayıblar. Yaxşı, Avropa İnsan Hüquqları haqqında konvensiya qəbul edibsiniz. Niyə o tərəfləri pozursunuz? Yaxşı, Azərbaycan əraziləri 30 il işğal altında qalıb 1 milyon 200 min insan qaçqın köçkün vəziyyətində yaşayıbdır. Yaxşı, Avropa İnsan Hüquqları haqqında konvensiyanın 3-cü maddəsində yazılıb ki, heç kəs yaşama hüququndan məhrum oluna bilməz. Yaşayış yerindən qovula bilməz. Yaxşı, Azərbaycanlılar qovuldu öz dədə-baba yurdundan. Avropa Parlamenti nə səsini çıxartmadı? Azərbaycana qarşı soyqırım siyasəti həyata keçirildi. Xocalı soyqırımı. Yaxşı, deyək ki, 18-20-ci illər soyqırımında deməli 30 il sonra 1948-ci 9 dekabrında soyqırım cinayətinin beynəlxalq cinayət hadisəsi olaraq tanınması üçün qətnamə qəbul elədi Birləşmiş Millətlər Təşkilatı. Sovet hökumətinin mövcudluğu şəraitində erməniləri heç edə bilmədilər. Yaxşı, Azərbaycan 91-ci ildən sonra müstəqil dövlət idi. Azərbaycana qarşı Xocalı soyqırımı cinayət törədildi ermənilər tərəfindən. Yaxşı, onda niyə Avropa Şurası, Avropa Parlamenti səsini çıxartmırdı? İndi gəlib separat. Bununla da onlar terrorizmi, separatizmi, işğalı, soyqırımı cinayətini tanımaqlarını, müdafiə eləmələrini təsdiq edirlər. Kimi müdafiə edirsən? Soyqırım cinayət törətmiş cinayətkarı.
ermənili. Kim müdafiə edirsən? Azərbaycana qarşı qarama kampaniyası aparan, çox mənəvi soyqırımı həyata keçirən Mehmanı, Emini, Qabili. Deməli, sən də Azərbaycana qarşı Avropa Parlamenti, Avropa Şurası mənəvi soyqırımı siyasəti həyata keçirirsən. Bugün bunlar faktdır. Bu soyqırımı cinayətinin qarşısını almaq üçün biz Azərbaycan vətəndaşı olaraq, media nümayəndəsi olaraq üzərimizə düşən vəzifələrin yürütülməsi istiqamətində təbliğatımızı daha da genişləndirməliyik. Bir daha Avropa Parlamentinin Azərbaycana qarşı bu mövqeyini kəsin şəkildə rədd edirik, qəbul eləmirik. Onların Mehman, Emin qardaşları müdafiə eləməsinə qəti etirazımızı bildiririk və Mehmanın da, Eminin də, Qabilin də tezliklə Azərbaycana gətirilərək Tovuzda onun cəzalandırılmasını tələb edirik ki, çünki onlar Tovuzludular. Tovuza gətirin, Tovuz cəmaatının gözü qarşısında onların cəzasını vermək lazımdır ki, Tovuz qəhrəman rayondur. Tovuz qəhrəmanlığını 2020-ci ilin iyul ayında bir daha təsdiq elədi. Tovuz qəhrəmanlar yurdudur. 69 kilometr məsafədə ermənilərlə üzbəüz dayandı, bir qarış torpaq da vermədi. Sən Tovuzun adını nə ki gətirirsən? Mehman, Emin, Qabil, yaramazlar. Siz dövlət maraqlarına zidd olan addımlar atırsınız. Ona görə də biz Tovuzlu olaraq sizin bu fəaliyyətinizi kəskin tənqid edirik. Avropa Parlamenti kəsin görün, mənim fəaliyyətimi qeyd elədim. Niyə müdafiə eləmir? Kəsin, desin. Çünki dövləti müdafiə eləmək, Azərbaycanın qüdrəti dövlətə çevrilməsi bunlara sərf eləmir. İstəyir ki, həmişə Azərbaycan münaqişə vəziyyətində olsun, torpaqları işğal olsun, bütün gücünü hərbiləşdirməyə versin. Yəni, Sovet hökumətini o vaxtı çöktürmək üçün biz Sovet dövründə də bəzi orada prezidentlər tez dəyişir. Hələ 45-ci ildən sonra Truman deyirdi, bizdə atom bombası var, kütləvi qırıcı silahları var. Sovet hökuməti bütün gücünü verdi silahlanmaya. Ona görə iqtisadiyyatı çöktü. İndi bunlar istəyirlər ki, bu yollarla, müharibə cəlb eləməklə, münaqişələrə qızışdırmaqla, yeni bir müharibə ocağı yaratmaqla iqtisadiyyatımızı çöktürsünlər, bütün gücümüz verək hərbiləşdirməyə. Ölkədə sosial partlayış arasında. Bu da qeyri-mümkündür. Azərbaycan prezidenti o qədər güclü siyasət həyata keçirir ki, hər bir istiqamətdə hər bir məsələ öz həllini tapır. Azərbaycanda heç bir münaqişə qarşı durma baş verə bilməz. Və indən sonra da heç kim cürət eləyib Azərbaycana qarşı bir güllə də ata bilməz. Biz onların layiq olduğu cəzasını vermişik və verməyə də hər dəqiqə, hər an hazırıq. Buna görə də bir daha Mehman, Emin qardaşlarının həbs edilməsini, Azərbaycana gətirilməsini tələb edirik. Avropa Parlamentinə, Avropa Şurasına da kəskin etirazımızı bildiririk. Bəli, oldu Dəmir müəllim. Çox sağ sağ olun. olun. Bugünkü canlı yayımızın, bu rubrikamızın da sonuna yekunlaşdıq. Artıq 1 saat yarımdan çoxdur ki danışırıq. Sizin üçün biz başa düşürük, bilirik ki 1 saat yarım nədir? Biz 4 saatı sizinlə canlı yayında. 4 saat, 5, 10 saat danışırıq. Bir nəfəsə siz danışırsınız. Bir nəfəsə, mən çox adamlar deyir ki, hardasa bu gedib əzbəri gəlir, mən deyir, eşidirəm də hardasa, nəyəsə baxıb deyir. Mən burada nəyəsə baxıb danışıram. Mən əslində belə 4 saat inanılası bir şey deyil də, yəni dayanmadan bir nəfəsə danışmaq. Amma mən şahidəm ona. Ona görə mən inanıram. Mən öz fikirlərim, mən çox danışdıqlarımın əksəriyyəti kitabda yoxdur. Yəni mən o dövrü yüksək səviyyədə mənimsəmişəm, öyrənmişəm və onun üzərində işləmişəm ki, burada məqsəd vərəmlədən ibarətdir. Bəli. Çox sağ olun izləyicilər. Canlı yayımımızdan sonra həmən kadrlar YouTube üçün də yüklənir. Şimşək TV'nin YouTube kanalına. İstəsəz oradan da izləyə bilərsiniz. Bizi izlədiyinizə görə, vaxtlarınıza görə
sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Çox sağ olun. Gələn görüşəcək. Gecəniz xeyrə qalsın. Gecəniz xeyir qalsın.